Çar Rusiyası ordusunun Qafqazlılardan ibarət olan ilk milli atlı dəstəsi, Kəngərli dəstəsi haqqında 5 faktı sizin nəzərinizə çatdırıram. Birinci fakt. Kəngərlər qədim tayfa olan Kəngərəs tayfa birliyinin nümayəndəsi idilər. Səfəvilər dövründə isə onlar ustazlı tayfalarının qolu hesab olunurdular və Səfəvlərə sədaqəti ilə bilinirdilər. 2. 1827-ci ildə Naxçıvan xanlığı ruslar tərəfindən işğal edildikdən sonra 1828-ci ildə Paskeviçin şəxsi tapşırığı ilə başda Ehsan xan Naxçıvanski olmaqla 350 nəfəri Kəngərlilərdən ibarət atlı dəstə yaradıldı. Nizamnaməyə görə onlar bir tüfəng, 2 tapanca və bir xəncərlə silahlanmalıydılar. Xəncərin 2 növ əsası idi, qəmə və behbud. 3. Kəngərli atlı dəstəsi ilk döyüş yolunda 1828-29-cu il Rus-Türk müharibəsi zamanı keçdilər. Paskeviçin şəxsi qvardiyası kimi döyüşə qatıldılar, lakin müharibədə aktiv iştirak etdilər. Hətta Ehsan xan Naxçıvanski, yəni o korpusun rəhbəri Ehsan xan Naxçıvanski təltif də edildi. 4. 1837-ci ildə Çarın Qafqaza səfəri zamanı onun şəxsi qvardiyası kimi müşayiət edən Ehsan xan Naxçıvanski və Kəngərli korpusu idi və onların nümayişi Çarı heyran qoymuşdu. 5. Kəngərli korpusunun, daha doğrusu atlı dəstəsinin son döyüş yolu Krım müharibəsi oldu. Həmin müharibədən sonra Kəngərli korpusu tərxis edildi və bir də 1-ci Dünya müharibəsi dövründə Azərbaycanlılardan ibarət korpus təşkil edildi. Bunun səbəbi isə Polşada Debrecen şəhəri yaxınlığında Azərbaycanlıların erməni komandanlığına qarşı üsyanı idi ki, bu haqda da ayrıca danışacağıq.